Səbuhinin zərbəsi və gol! Səbuhi Abdullazadə! Burada doğulmuşam, burada böyümüşəm. Sadəcə bir iş yeri kimi baxmıram, ya da hansısa bir klub kimi baxmıram da. Mənim ikinci evim kimi görürəm buranı. Sabah bir gün məsəl üçün harasa getsəm belə, bura mənim həmişə ikinci evim olacaq. Ona görə bura mənim üçün ailədir. İstəyər mühafizəçisindən olsun, məşqçisinə kimi hər kəs mənim üçün burada bir ailənin bir üzvüdür. Badolo ötürməsi, Romaningom topu saxladı, Səbuhi və gol! Mənim üçün ən yadda qalan Fehrivar'a vurduğum qol idi. Çünki tək Avropada vurduğum qola görə yox. Onun səslənməsi, həmin vaxtı spikeri qayıdır, Sumqayıtın Avropada 2 qolunu Sumqayıtın yetirməsi vurur. Tamam başqa hissidir. Həmin oyundan qabaq Sami bizə şey deyirdi, məsələn, elə oynayın ki, sonradan peşman olmayasınız ki, biz onları keçə bilərdik. Həmin hiss indi var ki, biz onları doğrudan da keçə bilərdik, amma bəxtsizlik oldu. İkinci oyunda 0-0, amma şanslarımız var idi. Meydan tərk edən futbolçu. Xəyal Nəcəfovdur, onun əvəzinə isə 28 nömrəli oyunçu Səbuhi Abdullazadə oyuna daxil olur. 16 yaşı hələ tamam olmayıb Səbuhi Abdullazadənin. O həmin moment çox yaxşı yadımdadır. Kəpəzlə oyun idi, Gəncədə 3-0 durduq. Samir müəllimə isinməyə göndərdi. Həmin vaxtda özüm də istəyirdim ki, məni salsın da. O vaxtı 3 samen idi, indi kimi 5 deyildi. Həmin momentdə soyuq idi, çox soyuq idi. Sami məni çağırdı, oyuna girəndə istərsəmiz həmin soyuqda futbolçunun biraz butsun içində ayaqlar biraz donur eləyir. Oyuna girəndə biraz açığı paslarım istədiyim kimi getmirdi, amma şükürlər olsun hamısı düz gedirdi. Prosta yerlə vermək istəyirdim ki, oyunla gedirdi, eləyirdi belə. Gözləmədiyim kimi olurdu da. Amma həqiqətən çox başqa hiss idi də. Yəni mənim üçün çox yaxşı bir hiss idi. Kapitanlıq, necə deyim, özəl bir vəzifə kimi deyim də, çox daha böyük yükü var, ağırlığı var. Həm meydandan kənarda, həm meydanın içində sən sözlü deyə bilirsən, yeri gələndə hamını sakitləşdirməlisən, eləməlisən, o həqiqətən böyük bir yükdür də. Və Səbuhi Abdullazadə Coşqun Diniyevin yerinə meydana çıxır. Sumqayıt futbolunun yetirməsi məhz Sumqayıtda keçirilən maçda milli komanda forması ilə debüt edir. Debüt oyunum elə Sumqayıtda Haiti ilə oyunda oldu, 3-0 uduzmuşduq. Oyunum yaxşı keçdi, amma necə deyim, həmin oyunun yaxşılığını sevinə bilmirdim. Çünki istərsəməz milli klub kimi deyil, millinin ağırlığı tamam başqadır. Yəni, hər kəs yazır da, yaxşı oynadın falan filan, amma onu hiss eləyə bilmirdim özüm ki, yəni debüt etmişəm. Millidə məğlub olmaq tamam başqa hissdir, çox ağır bir hissdir. Klubda deyək, səni ancaq Sumqayıt cəmaatı izləyirsə, millidə səni bütün Azərbaycan izləyir. Orada eləcəyin bir səhv ya da yaxşı bir şey hamının gözünün önündədir. Sumqayıtda öncü qol gedir Kamran Əliyev. Kamran Əliyev yaxşı ötürmə, Səbuhi Abdullazadə. Abdullazadə və 4-1 və 4-1. Bu darmadağındı. Sumqayıt qarşı salınmazdı. Səbuhi Abdullazadə. İstəyim həmişə Avropada yaxşı liqalarda çıxış eləməkdir. Nə qədər çətin olsa, istəyirəm, həmişə istəmişəm gedim oralara, amma hələ ki qismət olmayıb. Bəlkə alınar, bəlkə alınmaz, amma istəyim budur. Top hələ də Sumqayıt futbolçularındadır. Ronaldo Vazquez ara ötürməsidir. Zərbə və gol! Yeni mövsümdən gözləntim odur ki, bu 2 mövsüm bizim üçün çox pis deməyim, amma gözləndiyimiz kimi keçməyib. İnşallah bu yeni mövsümdə unutturmaq istəyirik azarkeşlərə, özümüzə həmin o 2 mövsümü. Öz gözləntim də daha çox statistika, qol, asist bunları eləmək istəyirəm. Çünki hər il maksimum 3-ə çatmışam qolda. Amma bu il ondan daha çoxunu istəyirəm. Elə fikirləşirəm ki, 90 dəqiqə pis oynasam belə bir qol hər şeyi insanların ağlına başqa cür sala bilər. Ona görə statistika daha çox önəmlidir mənə görə.
Azərkeşlərə deməyim istəyim odur ki, yəni stadiona hər oyun bizə görə gəlsinlər. Məsələn, bəzi oyunlar dolurdu, çox vaxt bizə görə dolmurdu. Amma mən istəyirəm ki, həmişə bizə görə də olsun. Bizim üçün yəni fərqi yoxdur rəqib. Ya Qarabağdır, ya Kəpəzdir, Şəfadır. İstəyirəm hər oyun yəni dolu olsun. İstərsiniz o bizə də bir motivasiyadır. Rəhim Sadıxov, Rəhim yerli oynadı, Vujnovic, Səbuhi və 1-0! Səbuhi Abdullazadə. Sumqayıtla bağlı ən böyük xəyalım çempionluqdur əlbəttə, kubok sahibi olmaqdır. Düzü nə qədər çətin də olsa, amma xəyal olaraq budur. İnşallah bir gün mənlə ya mənsiz, inşallah bu klub bir gün həmin kuboku qaldırar.